Xoş gördük, hörmətli izləyicilər, Azad media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Bugün bu məktəbin qarşısında reportaj hazırlamağım heç də sadə bir məsəl deyil ki, uşağın davası və ya müəllim-şagird problemi deyil. Bugün ümumilikdə Azərbaycanda, ümumiyyətlə dünyada baş verən, məktəblərdə baş verən faciəvi hadisələr, cinayət hadisələri və bu cinayət hadisələrinin Azərbaycanda təkrar baş verməsidir ki, bu il aprelin 20-sində 286 nömrəli tam orta məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindədir bu məktəb. Ağır bir cinayət hadisəsi baş verdi. Bu cinayət hadisəsi nə idi? Bu cinayət hadisəsində məktəbdə 9-cu sinifdə oxuyan 2 şagird. Kimdən icazə almışsınız? Lütfən mənə mane olmayın. Mənim peşə fəaliyyətimə mane olduğunuza görə sizə cərimə eləyə bilərlər. Siz kimsiz? Özünüzü təqdim eləyin zəhmət olmasa. Mən sizi tanımıram. Mən də sizi tanımıram. Siz bir qapıçısınız, deyil mi? Xeyr, icazə bilin. Kimsiz siz? Siz mənə deyə bilmərsiniz ki, burada çək və ya çəkmə. Deyə bilmərsiniz. Nəzərinizə çatdırım ki, bax, bugün məktəbin həyətində baş verən cinayət hadisəsi ilə bağlı reportaj çəkməyə icazə verməyən biri məktəbdə 2 uşağın müəllimin gözü qarşısında baş verən cinayətin qarşısını ala bilməmişdi. Və bugün başladığımız bu reportajda məhz bu cür hadisələrin qarşısını almaq üçündür. Mən hadisə yerindəyəm və reportajı hadisə yerindən qapının arxasından çəkirəm. Məktəbin içinə girməmişəm. Bu cür hadisələrin qarşısını almaq üçün məhz bu cür çəkilişlərin olması vacibdir. Nəzərinizə çatdırım ki, məktəbdə 9-cu sinif şagirdi, 2 9-cu sinif şagirdi arasında baş verən hər hansı bir xırda bir mübahisənin bu cür başa gəlməsinin səbəbkarı təbii ki, həm də müəllimlərdir ki, uşaqlarla psixoloqlardır. Onlarla psixoloqlar məşğul olmalıdır. Onların yeniyetməlik dövrüdür. Bugün çıxıb qapıda qışqırmaqla deyil, məktəbdə, sinifdə aparmaq lazım idi ki, mənim kimi adamlar gəlib buradan, mənim kimi jurnalistlər buradan reportaj hazırlamasınlar. Məmməd bəy, özünüzü təqdim eləyin, zəhmət olmasa. Vəliyev Məmməd, Müdafiə Nazirliyinin Poliklinikasının həkimi. Deməli, 20 aprel tarixində 286 sayılı məktəbdə dərs vaxtı, 3-cü dərs vaxtı, riyaziyyat dərsi vaxtı müəllimlər içəridə ola sinifdə cinayət hadisəsi baş vermişdir. Cinayətkar Turan adında şagird. Eyni sinifin şagirdi. Bəli, eyni sinifin. Mənim oğlumun arxasına xəlvəti keçərək xaincəsinə üzərinə yanacaq töküb alışqanla yandırmışdır və gülərək sinifdən çıxmışdır. Baxmayaraq ki, sinifdə müəllim və məncə direktorun müavini də olub oxuduqlarıma görə. Onlar içəridə olduğu dövr, uşaqlar da içəridə olduğu dövr belə bir ağır, xüsusi amansızlıqla törədilmiş cinayət baş vermişdir. Bu cinayət dərs vaxtı olmuşdur. Bu hardasa qıraq yerdə, məktəbin arxasında olmamışdır. Sinifin içində dərs vaxtı baş vermiş cinayətdir. Özü də ümumi təhlükəli üsulla bu məktəbdir. Məktəbin içində nə qədər şagird müəllim var, məktəb yana bilərdi, tüstülənə bilərdi, nə qədər şagird müəllim dünyasını dəyişə bilərdi. Bu çox ağır cinayətdir. Özü də əvvəlcədən hazırlanmış, ev şəraitində hazırlanmış xüsusi ehtiyatlı. Bəli, cinayət hazırlanmış cinayətdir. Öz su qabının içinə xüsusi hazırladığı 1 litrlik. Bəli, 750 qramlıq deyilir. İçinə xüsusi yanacaq, nə qatqısı olan bilmirəm, nə yanacaqsa doldurmuşdur və sumkasında hətta cinayətkarın qaz açarı da olmuşdur və gəlmişdir. Bu onu göstərir ki, qabaqcadan cinayətə hazırlanıb tədbirləri həyata keçirilir. Ev şəraitində hazırlanmış cinayətdir və ən maraqlısı məqam burada odur ki, cinayətdən bir müddət sonra, 5-10 dəqiqə sonra artıq anası da məktəbdə olmuşdur və Xəzər xəbərin müxbirinə müsahibə də vermişdir. Özü də o müsahibə zamanı görsənir ki, onun üzündə məmnunluq hissi var, razılıq hissi var. Bəli, çox sadə, özünü valideyn kimi də
təqdim etmir. Heç bilinmir ki, bu həmin qətl hadisəsini törətməyə cəhd edən şəxsin üçüncü şəxs kimi çıxış valideynidir. eləyir. O da çox qəribə bir Çox şeydir sadə, ki, sakit. onu tanıyırlar. Hər halda məktəbdəkilər, qonşular, qohumlar tanıyır, bilirlər ki, bu cinayətkarın anasıdır. Bu üçüncü şəxs kimi çıxış etməyi də qəribədir. Mən ona görə mənə qəribə gəlir ki, bu hansı mənəviyyata, hansı vicdana sığır ki, oğlu cinayət törətdiyi yerdə, məktəbdə cinayət törətdiyi zaman bir müddət sonra məktəbə gəlmiş və burada məmnunluq hissi ilə, razılıq hissi ilə müsahibə vermişdir. Üçüncü şəxs kimi müsahibə vermişdir. Bu sözsüz ki, həmin ailənin sosial, psixoloji vəziyyətinin hansı səviyyədə olduğunu göstərir və hər birimiz bilirik ki, uşağın tərbiyəsi ilk növbədə ailədən gəlir. Sözsüz ki, bu cür ailədə tərbiyə görmüş həmin məxluq, bax belə cinayətkar, quldur, qatil olacaqdır. Bundan başqasını gözləməyə dəyməzdi. Yəni ki, sən gələsən öz sinif yoldaşının arxasına keçib, xaincəsinə yanacaq töküb, yandırıb və ondan sonra sevinəsən, bu çox dəhşətdir. Bu artıq cinayət deyil. Yəni ki, bu insanlığa qarşı cinayətdir. Bu bir vəhşilikdir. Və anasının burada müsahibə verməyi, məmnunluq hissi ilə, razılıq hissi ilə, bir növ euforiya vəziyyətində müsahibə verir. O onu göstərir ki, nə bilim, bu ailənin sosial-psixoloji vəziyyəti çox çətindir. Ona görə mən heç cür başa düşmürəm. Məmməd bəy, mən sizinlə görüşümüzdən sonra başladım bu məsələni, düzdür, hadisə kimi eşitmişdim, bilirdim araşdırmağa ki, məktəbdə uşaqlar, müəllimlər, direktor və digərləri bu məsələ ilə bağlı nə danışırlar. Bizim hörmətli Sevinç xanımın reportajı idi. Elə arxadan çəkmişdi həmin şagirdi. Şagird sinif yoldaşı idi. Müfəssəl məlumat verdi. Hər iki şagird haqqında jurnalistin suallarını cavablandırdı. Murad haqqında çox gözəl fikirlər dedi. Digər şəxsin Turan haqqında isə, yəni elə o törətdiyi hadisələrə uyğun fikirlər Ümumiyyətlə, mən onu səsləndirdi. demək istəyirəm ki, Murad bu məktəbə 3-4 aydır gəlmişdi. Təzə keçmişdi. Sinifində rəğbətin qazanmışdı. Deməli, o ümumiyyətlə elə adamdır ki, indi mənim oğlum da yaxından bilirəm, deyirəm ki, bu ümumiyyətlə общительный adamdır. Yəni ki, ünsiyyətçildir. Sinif bunu qəbul elədi. Həm Baxmayaraq ki, oğlanlarla, rus dilində həm oxuyurlar. oğlanlarla, həm qızlarla çox yaxşı münasibət yaratdı. Yəni ki, sinif qəbul elədi və müəyyən qədər hörmət qazandı. Amma o birisi uşaq, o niyəsə elə də sinifin şagirdləri ilə Uzun müddət bir yerdə bir yerdə oxudan baxmayaraq, o kommunikasiya kommunikasiyası yox idi, ünsiyyət yox münasibətləri idi. elə yaxşı deyil idi, şərxata idi, nəsə bir xırda insidentə görə Deməsinə görə digər uşaqlarla da bu cür hadisələr baş zamoku verir. qırılmışdı, nə olmuşdusa, onu böyük bir problemə çevirmişdilər. Ona Bir görə zəncir bəli. bəli, o hələ Murad məktəbə gələndən bir-iki ay qabaq olmuşdu bu hadisə. Bu onu göstərir ki, bunlar necə deyim, yəni xırda bir şeyi qabardıb, şişirdib bir böyük problemə çevirmək istəyirdilər deyənə bu sinifdəki uşaqlar onu ilə münasibəti elə də sıx olmayıb. Ola bilsin Murad gəlib belə hörmət qazanandan sonra bunda müəyyən qədər antipatiya, qısqanclıq, qıcıq yaradıb və Murada qarşı nəsə bir qısqanclıq və nəsə bir cinayət törətmək istəyi yaradıb. Özü də bu hadisə olub aprelin 20-si. Biz bilirik ki, aprelin 15-də Türkiyədə dəhşətli bir hadisədə baş verdi. Orada məktəb şagirdi girib məktəbdə 8-9 nəfəri qətlə yetirmişdir. Eləcə də Azərbaycanda həmin hadisə müəllimin başına gətirildi. O İdraç liseyində olan hadisə. Bunlar hamısı onu göstərir ki, bu hadisələr, o cümlədən Türkiyədə 5 gün qabaq baş vermiş hadisə buna bir növ qüvvət verici, qanadlandırıcı təsir göstərib, həvəsləndirici təsir göstərir və bu da bir növ dırnaq arasında qəhrəmanlıq göstərib, bax belə adın tarixə yazmaq istəyib. Ona görə heç bir əsassız, heç bir səbəbsiz belə bir cinayətin törədilməsi çox qəribədir ki, bu niyə görə belə bir şey eləyib. Ondan ötürü də o təxminən 3 gün qabaq, yəni ki, həftənin 5-ci günü, hadisə olub həftənin 1-ci günü, 5-ci gün bunların arasında xırda toqquşma olub. Yəni ki, sinifdə 6 nəfərin iştirakı ilə, hələ sinifdə o yaxınlaşıb, Turan yaxınlaşıb Murada nəsə söz deyib, bu cavabını verib, o qolundan, döşündən vurub, bu cavabını
verib, o ayağından Bu olub vurub ayın Muradı. 17-si. Bəli, 17-si 5-ci gün. Şənbə bazar məktəb yoxdur. Ayağından vurub Murad cavabını verib. Yəni ki, ayaq üstə toqquşma olub. Deyim ki, kimsə kimisə sürüyüb yerlə, Bu bütün yıxıb yerə. şagirdlərin arasında Bəli, olur. belə bir şey olur. Yəni ki, bu insidentə görə, yəni ki, bunu səbəb gətirmək, bu sadəlövhlükdür. Bu Və çox soyuqqanlılıqla adamın arxasına keçib. Bəli. Direktor səni lövhəyə Bu aydın çağırır. məsələdir ki, Siz isə yanacağı çox sakitliklə tökürsüz onun başına bəli. və heç kim də buna müdaxilə eləmir. Axı onu müdaxilə eləməyə ola bilsin zamanları olmayıb, vaxtları olmayıb, heç kəsin ağlına gəl. Onu hətta Zauşda deyib ki, suyu niyə tökürsən? Qoxusu var onun, su qoxusu deyil axı o. Nə qədər də olsa o iyi hiss eləməyib və deyib ki, suyu niyə tökürsən Muradın üstünə? Hələ həmin dəqiqə onu deyən zaman alışqanı götürüb vurub yandırıb. Yəni Mane ki, özdə ola alov bilmir. çox hündürə qalxıb. O Siz spirt bilirsiniz, olmayıb. O bu spirt olmayıb. spirt o nəticəni- Mən özüm həkiməm. Siz spirt o nəticəni vermir. Mən həm həkimlərin, həm direktorun, bu məktəbin direktorunun həkimlərdən aldığı rəyi, həm təbibin açıqlamalarına qulaq asmışam ki, çox ağır yanıqdır və 55% ikinci, üçüncü bəli, dərəcə. ağır vəziyyətdə reanimasiyadadır. Bəli. Vəziyyəti ağır, stabil olaraq qalan bir xəstəni spirt mənim gözümün qarşısında qazilər özünü yandırıb. Yəni nə məqsədlə seliblər? Hətta söndürmüşük onu həmən. O dərinliyə keçib yandıra biləcək bir şey deyil spirt yanığı. Bəli. Yəni deməli ki, bu spirt deyilmiş. Xeyr. Yəni Mən sadəcə özüm də spirt kimi həkiməm. təqdim Bilirəm olunur. ki, spirtin alovu elə hündürə qalxmır, amma hadisə şahidlərinin dediyinə görə o sinifdə nə qədər uşaq olub, 30-a yaxın uşaq olub. Onlar dəhşətə gəlmişdi ki, Onlar da travmalar alıblar az, bundan. az qala patoloqaca. Əlbəttə onlar da psixoloji Əslində onlar da travma zərər alıb. çəkəndilər. Zərər çəkmiş şəxslərdir, qorxublar, Elə müəllimələr qışqırıblar. də. Bu dəhşətli bir hadisədir. Sən sinifdə, hələ dərsin ortasında, müəllimin önündə, uşaqların yanında bu hadisənin törədilməsi bu dəhşətli bir şeydir. Alov patoloqacan qalxırdı. Yəni ki, onu çox çətinliklə həm Zauçun iştirakı ilə, həm də ilk növbədə mən qeyd eləmək istəyirəm Quluzadə Ayaz sinif yoldaşı böyük qəhrəmanlıq göstərib, halal olsun ona. O heç nədən qorxmadan yaxınlaşıb və Muradın söndürülməsində iştirak edib. Özü də xəsarət alıb. Özü də əli yanıb. Bu spirt ola bilməz. Travma alıb, əməlli başlı. Yəni ki, o Ayazın müdaxiləsi, qəhrəmancasına olan müdaxiləsi olmasaydı, bəlkə də Murad bizim indi aramızda deyil idi. Yəni ki, həyatda qalmayacaqdı. Onun qəhrəmanlığı sözsüz ki, bu tarixə düşəsi bir şeydir ki, hamı qorxduğu, qışqırdığı dövrdə bu yaxınlaşıb, əli ilə çalışıb söndürsün, öz əlində yandırıb, travma kitabına düşüb, həmin o yanıq xəstəlikləri xəstəxanasına sarğı neçə dəfə gedib sarğısını dəyişiblər, əli əməlli başlı yanmışdı. Mən buradan ona əlbəttə ki, öz minnətdarlığımı bildirirəm. Halal olsun ona. Yəni ki, o Ayazın müdaxiləsi olmasaydı, əlbəttə ki, Muradın durumu çox çətin və ola bilsin indi aramızda olmayacaqdı. Murad 31 gün reanimasiyada qalıb, 37 gün xəstəxanada qalıb. Yəni ki, vəziyyəti çox ağır olub. Hazırda necədir vəziyyəti? Hazırda onun müalicəsi davam etdirilir. Hələ o yaraları tam sağalmayıb, onun sarğıların qoyuruq dəyişirik. Yəni ki, xəstəxanada şərait elə də olmadı. Mən özüm də həkiməm. Həkimlərin verdiyi təyinat əsasında özüm evdə müalicəni davam etdirirəm. Hərəkətləri hələ məhduddur. Əllərin, qolların, çiynin, boynun hərəkətləri məhduddur. Bunlar sözsüz ki, uzun müddətli reabilitasiya prosesləri getməlidir, müalicə tədbirləri getməlidir, plastik əməliyyatlar, harda ki, dəri çox dərin zədələnib, orada plastik əməliyyatlar olmalıdır. Yəni ki, çox çətin bir duruma düşmüşdür. Şükür Allaha Murad, indi onu da demək istəyirəm ki, mən bir ilk növbədə qan verən, yəni ki, bizim 3 dəfə aksiyamız keçirildi. Hadisə olub aprelin 20-si, aprelin 21-i, mayın 2-si və 16-sı. 3 dəfə Hematologiya İnstitutunun nəzrində olan qan bankında qan vermə aksiyaları keçirildi. O qan vermə aksiyalarında iştirak edən hər bir kəsə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlara çox sağ ol deyirəm ki, onların da zəhməti, əməyi olub ki, Murad indi həyatda qalıb. Yəni ki, onların zəhməti böyükdür. Eyni zamanda təhsil idarəsindən Anar müəllim,
Qədiməliyev Anar müəllim tez-tez zəng eləyib maraqlanırdı. Çox sağ olsun. Hə, maraqlanırdı. Heç olmasa, yəni ki, başqa mən Təhsil Nazirliyindən, Təhsil İdarəsindən kimisə görmədim, bilmədim. Yəqin ki, onu təhkim o ediblər. gəlmişdi, o Bəli. gəlmişdi xəstəxanaya və o aradan bir zəng eləyib maraqlanırdı Muradın durumu ilə və eyni zamanda o qan vermə aksiyalarında aktiv iştirak edib Təhsil İdarəsinin işçilərini həmin o aksiyalarda iştirak etməsini tövsiyə etmişdi. Ona da öz minnətdarlığımı bildirirəm. Məmməd müəllim, bəs istintaq nə yerdədir? İstintaq hal-hazırda dünənə qədər çox zəif aparılırdı. Harda aparılır? O hal-hazırda aparılır Yəqin- Yasamal rayon prokurorluğu və Polis Yasamal idarəsi. rayon polis idarəsinin istintaq şöbəsində. Çox qəribəsi odur ki, cinayətkarın telefonu hamıya məlumdur, nömrəsini də biz bilirik. Amma müstəntiq mənə deyib ki, telefonu yoxdur. Niyə? O yaşlı Bilmirəm, uşağın telefonu olmadı. Bilmirəm, Heç ağla elə deyil. gələndir. Onun nömrəsi də məlumdur. Onun TikTok platformasında yazışmaların da və hansı ad altında yazdıqları da bilinir. Hər şey məlumdur. Yəni ki, bu öz yazışmalarında da müəyyən çox belə necə deyim, təhlükəli anlayışlar verir orada öz yazışmalarında. Aydın məsələdir ki, bu cinayəti müəyyən müddət ərzində planlaşdırırmış. Yəni ki, bu qəflətən 2-3 gün ərzində əmələ gələn fikir deyil. Sadəcə olaraq ola bilsin Murada qarşı müəyyən qədər antipatiyası yaranıb səbəbsiz yerə. Yəni Muradın sinifə gəlib, sinifdə hörmət qazanmağı, həm qızlarla, həm oğlanlarla yaxşı münasibət Ünsiyyət yaratmağı, qurması. onun isə kommunikasiyasının zəif olmağı müəyyən qədər qısqanclıq hissi yaradıb. Mən elə başa düşürəm. Başqa bu hamı məndən soruşur ki, axı bu nə hadisədir, belə bir dəhşətli, belə bir cinayət. Axı hamı evladın məktəbə bu təhsil ocağıdır. Məktəbə Bəli. göndərir ki, təhsil alsın. Bura konslager deyil. Bəli. Adamı diri-diri yandırsınlar. Bu nə dəhşətli hadisədir. Görəsən nə hadisələr baş verib ki, burada belə bir ağır cinayət törədilir. Yenə də mən belə başa düşürəm ki, Türkiyədə olan hadisələr və Azərbaycanda olan hadisələr, bunlar hamısı onun psixoloji vəziyyətini daha da kəskinləşdirib və Gərginləşdirilməsinə səbəb özü olub. müəyyən İçində qədər bir oyanışlar olub, cücərtilər və o da onu müəyyən böyüdüb. qədər ola bilsin. İndi onu hər halda Məmməd bəy, hansı maddə ilə cinayət işi qaldırıblar? hal-hazırda onun cinayət şeyi 126.2.4 maddəsi ilə aparılır, amma sözsüz ki, bu iminə məhz Əslində bu insan 120-ci həyatına maddədir. qəsddir, insan həyatına qəsddir. Çünki o spirt olmayıb, onun çox güclü alışdırıcı qüvvəsi olur. Hər nə olubsa da nəticə budur. O insan insanı yandırırsa öldürmək məqsədi ilə Bəli. yandırır. Bunun başqa bir mənası yoxdur. Bir mənalı olaraq məqsədi öldürmək olub. İndi onun maddəsinin ha vaxt necə və istintaq nəticəsində ola bilsin məhkəməyəcən dəyişdirilsin. İndi o istintaqın apardığı işlər nəticəsində olmalıdır və mən elə başa düşürəm ki, bu bütün dəlillər, sübutlar onu və özünün cinayəti törədib sinifdən çıxmağı, onun necə deyim, bir təşəbbüs göstərib o söndürülməsində iştirak etməməyi, yəni ki, tamamilə laqeyd olmağı onu göstərir ki, bunun məqsədi konkret öldürmək olub. Başqa o ağır xəsarət yetirmək üçün yandırmağa ehtiyac yoxdur. Küt alətlə vurmaq olar, simboliya küt alətlə vurmaq olardı, nə bilim, nəsə bir başqa bir cinayət törə, amma bunun yandırmağı sözsüz ki, göstərir ki, bu imini öldürmək məqsədi ilə eləmişdir. Kimlərə müraciət eləmisiniz bu cinayət işin açılması ilə bağlı? Deməli, mən bir neçə yerlərdə baş prokurorluqda, həm Bakı şəhər prokurorluğunda olmuşam, həm Azərbaycan baş prokurorluğunda olmuşam və orada öz ərizələrimi vermişəm. Nəticədə həm qəbulda da iştirak eləmişəm, həm şəhərin prokuroru cənab Eyşən müəllim, Yox, Kamran müəllim. Yox, Bakının Bakı prokuroru şəhər. Eyşən müəllim Abbasovun və Respublika baş prokuroru cənab Kamran müəllim Əliyevin qəbullarında olmuşam. Orada biz öz fikirlərimizi, öz düşüncələrimizi bildirmişik və fikir mübadiləsi olub ki, bu cinayətin araşdırılması, düzgün araşdırılması üçün əlimizdən gələni eləməliyik ki, haqq ədalət öz yerini tapsın. Çünki sözsüz ki, hər kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir, bir mənalı olaraq. Heç kəs, mən qanundan ali deyiləm, qanun hər kəsdən alidir. Ona görə
inanıram ki, bu cinayətkar qanun çərçivəsində öz cəzasını alacaqdır bir mənalı. Teşekkür ederim. Hürmetli izleyiciler, nəzərinizə çatdırım ki, müsahibim bu il aprelin 20-sində Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən 286 nömrəli tam orta məktəbdə baş verən hadisədə ki 9-cu sinif şagirdi Muradı, digər 9-cu sinif şagirdi Turan adlı şəxs qətlə yetirmək istəyib, yandırıb və nəticədə bugün Murad ağır xəsarətlərlə evdə müalicə alır, öz həmyaşıdlarına qoşula bilmir, cəmiyyətə adaptasiya ola bilmir, məktəbə gəlib gedə bilmir. Digər şəxs isə Turan hazırda törətdiyi cinayətə görə hazırda həbsdədir bildiyim qədərilə. Bu cür hadisələrin baş verməməsi üçün nəinki məktəbdə Ailə, Qadın və Uşaq Komitəsi, digər əlaqədar qurumlar, Daxili İşlər Nazirliyi ki, onların da uşaqlarla iş bölməsi var. Məktəblərdə psixoloqlar, məktəblərdə müəllimlərlə yanaşı, həm də ən başlıcası valideyn məsuliyyət daşımalıdır. Bu cür hadisələri törədən uşaqlarla birlikdə onların valideynləri də cinayət məsuliyyətinə cəlb olunmalıdır. Və mən həmin qadının sifəti gözümün qarşısından getmir. Onun oğlu hadisə törədib. Bir ailənin övladı digər ailənin övladını bədbəxt edib, ölümə sürükləyib. Ölümün cəngindən zorla alıblar. O isə çox sakit şəkildə dayanıb, jurnalistin suallarını cavablandırır. Hətta demir ki, hadisəni törədən şəxsin valideyni məhz budur. Bu cür hadisələr baş verməmək üçün evdə övladlarınızla mütəmadi olaraq söhbətlər aparın. Xüsusilə yeniyetməlik yaşında olan uşaqlarla. Onları qorumaq üçün bu cür hadisələr baş verəndə dostluq eləyin ki, məktəbdə baş verənləri müəllim baxmayanda siz özünüz nəzarət eləyə biləsiniz. Ki, həmin uşaqlarla gedin, danışın, ortada bir şirinlik yaradın, dostluq yaradın, onları bir araya gətirin ki, bu cür hadisələr baş verməsin. Bu cür hadisələr baş verərkən isə bu cür şəxslər cəzalandırılmalıdır ki, məktəbə valideynlər uşaqlarını qorxmadan göndərə bilsinlər. Bugün həmin sinifdə dərs alan bilmirəm neçə uşaq var. Yəqin bir 20-yədək şagird ola bilər. 20 şagird eyni zamanda hadisənin məhz onun gözü qarşısında törədilən müəllim və məktəb direktoru da zərər çəkmiş şəxs qismində tanınmalıdır. Çünki onların da travmaları var. Mən inana bilmirəm ki, onlar o hadisəni gözlərinin qarşısında kimisə yandırsınlar, faşist Almaniyasında olduğu kimi və onlar da bu hadisəni unutsunlar. Bu məktəb uzun illərdir fəaliyyət göstərir. Bu məktəbin təkcə qatilləri yoxdur. Bu məktəbin həm də şəhidləri var ki, onlar vətən uğrunda canlarından keçiblər. Bu məktəbin təkcə bu cür zərər verən şagirdi, bu cür zərər verən şagirdi yetişdirən, gəlib müsahibə verən valideyn yoxdur. Bəlkə o da bu məktəbdə təhsil alıb. Bu məktəbin həm də bu cür şəhidləri var, hansılar ki, vətən uğrunda döyüşüblər. Həm Azərbaycanın bayrağını yüksəldiblər, torpaqlarımızın, sərhədlərimizin bütövləşməsinin canın qoyublar sərhədlərimizin yolunda, torpaqlarımızın geri alınmasında, bayrağımızın yüksəldilməsində. Eyni zamanda bu 5 şəhid həm də 286 saylı məktəbin adını tarixə yazıb qəhrəmanları ilə. Çavuş Müslümov Elşən Habiloğlu. Mən onun haqqında çəkmişəm və yazmışam. Eyni zamanda baş leytenant Novruzov Mirzə Səlvəroğlu. Eyni zamanda Çavuş Mustafayev Nurlan Ağaoğlu və digər qarşısını gül tutub Azər. Mən bu şəxslərin hər birinin haqqında çəkilişlər eləmişəm. Bu şəhidlərin hər birinin ailəsindən çəkilişlər hazırlamışam və onların hər biri bu çəkilişlərdə bu məktəbin adını hallandırıb. Çox təəssüf ki, bu cür şəhidləri olan bir məktəbin adı hazırda bir qatilin, bir qətl hadisəsinə törətmək istəyən bir insanın, bir şagirdin həyatına son qoymaq istəyən Turan kimi şagirdlərin adı ilə də hallanır. Bu cür halların baş verməməsi üçün, bu cür insanların məktəbinizdə yetişməməsi üçün hamılıqla hər birimiz, bütün məktəblərdə uşaqlarla söhbət aparıq, xüsusilə psixoloqlar, onlarla yaxından dərslərində iştirak eləyin. Onların hər hansı bir
ortama gəlməsi üçün bu şagirdlərin narazılığı olan uşaqları araşdırın, kənardan izləyin, onlara müdaxilələr eləyin ki, uşaqlar qatillərə çevrilməsin, qəhrəmanlara çevrilsinlər. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə. Paylaşın və abunə olun ki, Azərbaycanda baş verən ictimai, siyasi hadisələr, fövqəladə vəziyyətlər, məhkəmə çəkişmələri, məmur, vətəndaş münasibətlərinin necə sonlanması ilə bağlı məhz bizdən öyrənə biləsiniz. Təşəkkür edirəm və bildirirəm ki, bu məsələ ilə bağlı daha sonra istintaqın gedişinə uyğun olaraq və daha sonra məhkəmə proseslərindən də belə canlı, daha sonra canlı reportajlar hazırlayacağam.